Salam dəyərli izləyicilərim. Mən Rəisəz Yaşar Usta yenə sizinləyim. Bu günləri mən yenə də Çanqan Unize markalı avtomobilinin çəkişini edib sizə göstərəcəm. Xanıma məxsusdur maşın və gəlib yanımıza xırda sürtüklərlə olub. Belə deyək, tam sürtük idi. Mən buralarını təmizlədim, hazırladım və buna belə deyək, kusok kraskalayacağım və lakını bütöv atacağım. Həmçinin də burada görürsünüz, mən buranı hazırlamışam. Burada qrupdan istifadə edib və dalneşi lakı belə deyək, kraskanı tamamlayacağım və lakı axıra qədər aparacağım. Belə bir buferin yarısı demək olar ki, kraskalanacaq. İnşallah bunu mən sizə göstərəcəm və bu tərəfdə dəyərli izləyicilər, sağ tərəfdə cızıqlar ki var idi. Mən onları belə deyək, doldurmuşam müəyyən hissələrini, yenə dolduracağım. Çünki görürsünüzsə mikro cızıqlar qalıb. Bunları tam doldurandan sonra belə deyək, təmiz təzədən yüngül onları şkurkalayıb belə deyək, polirofkasını edəcəm. Bunu da ətraflı olaraq mən sizə çəkib göstərəcəm. Burada da yüngül var. Ola bilsin ki, mən bura nazik belə deyək, qulaq çöpü ilə beləsinə vuracam. Yüngül az bir miqdardakı, yəni burada qara yerlər gizlənsin. Belə, amma buranı kraskalamayacağım. Belə dəyərli izləyicilər, inşallah bunu tam qutarandan sonra ətraflı olaraq bir də çəkib sizə göstərəcəm. Dəyərli izləyicilər, mən boyama işləri yəni tamamlamışam. İndi bu saat sizə göstərəcəm. Özüm də heç effektinə baxmamışam, necədir, nətərdir. Amma belə deyək, bu hissəni yəni kraskalamamışam. Sadəcə olaraq bu hissədən gətirmişəm bazanı və aşağıya qədər, bu hissəyə qədər və lakı isə tamamlamışam. Axıra qədər, nömrənin altına qədər gedib. Bu saat indi mən hal-hazırda açacağım detalı və bir yerdə baxacaq ki, necə çıxıb, nətər olub. Çox əla çıxıb. Heç bir seçim yoxdur. Düzdür, mən detal, yəni ki, kraskalamamışam. Sadəcə olaraq belə deyək, üstündə boyama işlərini gördüm. Belə deyək, hamısı qaydasındadır. Heç bir fərq yoxdur. İdeal bir vəziyyətdədir. Zər qaydasında düşüb. Şaqren də dəyərli izləyicilər birə-bir qaydasındadır. Heç bir fərq yoxdur dəyərli izləyicilərim. Belə dəyərli izləyicilər, İnşallah bunları yıxandan sonra avtomobil sahibinə təhvil verəcəm dəyərli izləyicilərim. Təşəkkür edirəm, var olun məni izlədiyinizə görə. Like qoymağı və abunə olmağı qətiyyən unutmayın.